Mən o gün dedim ki, uzaqlaşmaq olar, küsmək olar, dalaşmaq olar, sağollaşmaq olar. Məni qıran məndən kimisə getməyi deyil. Mən başa düşürəm, heç kəs ailəsini, evinin içini, heç bir kəs söydürmək istəməz, hələ bu bir kişi xeylağıdırsa. Mən haqda verdim, pisdə baxmadım, başa da düşdüm. Qaldıra bilən insanlar var, qaldıra bilməyən insanlar var. Məni yandıran sadəcə ondan sonra açılıb canlıda danışılanlar oldu. Biz qırılada bilərik, dalaşada bilərik, danışmaya da bilərik ki, danışmırıq. Amma nə bilim, sadəcə onu deyərdim ki, məni qıran sadəcə onu danışıqları, sanki mən onu sevirəm, ondan ötürü ölürəm, ona görə məndən uzaqlaşır. Sanki mən buna yalvarıram, bu mənə ümid verməyib uzaqlaşır. Məndən getsə belə məni kütlənin gözündən salmağa çalışır. Mən bu 2 gündə yayınlarda onu gördüm. Başqa heç bir şey. Misafirə qızları qoşub mənə təhqir edənləri canlıdan çıxartmır. Əcəb eləmisən, yaxşı eləmisən deyənlərə artıq söz demir. Amma halbuki indinin özündə belə ona qarşı kimsə artıq söz desə və yaxud da artıq nəsə desə, mən atarım bloka. Fərqi yoxdur, kim olur olsun. Çünki mən dost demişəmsə, dostuma sadiq insanım. Mən sadəcə qəlbimi qıran elə şeylər oldu. Yoxsa mən başa düşürəm, mən uşaq da deyiləm. Onun getmək səbəbi başqadır. Amma məni şəxsi həyatımı müzakirə edir deyib, yükü məndə görür. Egoistlik edir. Səhvini boynuna almır. Sanki bütün səhvlər mənim üzərimdədir. Sanki günahkar mənəm. Sanki bu söhbətin bağlanmağına səbəb mənəm. Başa düşürsünüz? 2 ay bundan qabaq olan söhbəti indi açır. Axı bunu siz də bilirsiniz, biz də bilirik ki, səbəb o deyil. Demək məcburiyyətlə də deyilsən, amma heç olmasa mənə günahkar çıxartma. Bir kəlmə desin ki, söhbət bağlandı. Şəxsi həyatı yoxdur, mən kimisə şəxsi həyatımdan danışım. İnsanın bir dənə şəxsi həyatı olar.